Rusiyada yaşayan Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev Lyublinskoye Poli Ticarət Mərkəzini satın alıblar. Yeniavaz.com Forbes nəşrinə istinadən xəbər verir ki, bu obyektin təxmini dəyəri 2 milyard rubl təşkil edir. Bildirilir ki, Lyublinskoye Poli Ticarət Mərkəzi Qod Nisanov və Zarax İliyevə məxsus Kiyevskaya Ploşad şirkətinə bağlı olan Moskva Ticarət Yarmarka kompleksinin yaxınlığında yerləşir. Forbes jurnalının 2025-ci il üzrə Rusiya milyarderləri siyahısında 41-ci yerdə qərarlaşan Qod Nisanov və 39-cu yeri tutan Zarax İliyevin nəzarət etdiyi Kiyevskaya Ploşad şirkətlər qrupu Moskvanın cənub-şərq hissəsində sahəsi 34.900 kvadrat metr olan əmlakı öz balansına daxil edib. Kiyevskaya Ploşad şirkətinin nümayəndəsi obyektin alındığını təsdiqləyib. Əmlak üzrə ekspertlər ticarət mərkəzinin dəyərini 1,5-2 milyard rubl aralığında qiymətləndiriblər. Müstəqil ekspert Marina Malaxotka isə əməliyyatın məbləğinin 2 milyard rublu keçmədiyini bildirib. Əvvəl bu əmlak Stroytorg MMC-yə məxsus idi. Şirkətin 2024-cü ildəki gəliri 114,3 milyon rubl, xalis mənfəəti isə 2 milyon rubl təşkil edib. Əvvəlki sahiblər arasında Yuliya Tkachenko və Elena Kelperes əsas paya malik olublar. Ekspertlər bildirirlər ki, əvvəlki sahiblər əraziyə qoyulan inkişaf məhdudiyyətlərinə görə aktivi satmağa qərar veriblər. Hüquqşünas Aleksey Vanchukov hesab edir ki, Kiyevskaya Ploşad burada ticarət və sərgi kompleksinin yeni mərhələsini həyata keçirə bilər. Marina Malaxotka isə bu ərazidə sənaye parkının salınacağını istisna etmir. Qeyd edək ki, Kiyevskaya Ploşad Qod Nisanov və Zarax İliyevə məxsusdur və Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahibidir. Şirkət Forbes Rusiya 2025 reytinqində daşınmaz əmlak sahəsində birinci yerdədir. 2024-cü ilin sonuna qədər qrupun icarədən əldə etdiyi gəlir 2 milyard dollara çatıb.